Şəki igidlər oylağı. Gözəl bir yerə gəldi, Şəkiyə. Deyirəm bizə bura gəlib çıxmamışdım. Qaxa getmişdik, bu Şəkinin yanından döndük getdik. Elə deyirdim ki, bir dənə bu Şəkiyə də arada girsəydim paxlavadan zatdan yərdim. Bəli, Şəkiyə gələsən, Şəki paxlavası yeməyəsən. Və deyirlər burada bizə kimsə paxlava zat söz veribdi. O da olacaq. Şəki paxlavası, Şəki pitisi, hamısı var. Doğrudan deyirsən. Elə insanların qonaqpərvərliyini demirəm. O elə gözəl insanların elə gözəl qonaqpərvərliyi var ki. Mən sevirəm öz yurdumu, içmişəm sərin suyunu, hər yerdə deyirəm onu, yoxdur sənə tay şəkil. Görüb olmuşam heyran, gəzib qalmışam mehman, hər günün olur bayram. Şəkil, şəkil, canımsan şəkil. Görüb olmuşam heyran, gəzib qalmışam mehman, hər günün olur bayram. Şəkil, şəkil, canımsan şəkil. Uca dağlar qatar qatar, dörd dövrənə çəkib hasar. Nə gəzməli oylar var, nə gəzməli oylar var. Addım addım, qədəm qədəm, dağlarını çox gəzmişəm. Qulağından su içmişəm. Dayanır bir dağ təki, dağlar qoynunda şəki. Dayanır bir dağ təki, dağlar qoynunda şəki. Təbii ki, Şəkiyə gəlmişdi, Şəkini gəzməli. Elə nənə. Amma Şəkiyə ilk gələn qonaqlar üçün həm yerli sakinlər, həm turistlər üçün Bəxtiyar Vahabzadənin ev muzeyi çox maraqlıdır. Gəzməyə, gəlməyə elə ilk olaraq bu muzeyə daxil olurlar. Düzdürmü? Şimdi xoş gördük sizi. Çox sağ olun, xoş gəlmisiniz. Xoş gördük. Sizin yaradıcı heyət, yaradıcı qrup bugün Şəkinin ən qədim məhəlləsi olan Yuxarıbaş məhəlləsində Bəxtiyar Vahabzadənin ev muzeyinə qonaq gəlib sizə həm xoş gəlmisiniz deyirəm, həm də yaradıcılıq uğurları arzulayıram. Çox sağ olun. Sən mənə nə? Belə bu muzeyə daxil olmuşdunmu, yoxsa? Deyirəm nənən qurban. O boyda yolu qalxa-qalxa gəldik, hələ maşınla gəlirdik. Düşündüm ki, gör bizim hamımızın qəlbində bir iz buraxan, bizim Azərbaycan poeziyasında, Azərbaycanın bilmirəm də elə bir sənətkar, elə bir insanın evindəyik ki biz. Bəli. Elə bir Dünya gözəl şöhrətli kəlamlar bir qoyub gedən, elə bir gözəl sətirlər yazıb gedən insan evindəyik ki, mən istər-istəməz özümdə məsuliyyət duyuram. Çünki burada olan hər bir şey, hətta həmin o ki masa var, mən o masaya baxanda sadəcə olaraq kövrəldim. Çox təəssüf eləyirəm ki, biz belə bir gözəl insanları itiririk. Amma onlar heç vaxt ölməyib. Bəli. Hamımızın belə ürəyində yaşayır və mən çox istəyərdim ki, Eşəm əlimə bir sual verim. Bir dənə bizim bu gənclərimiz ki, bura gəlib, bura gələnlər varmı? Bu yeni nəsillərdən gələn varmı? Bu gələndə onların üzündə hansı ifadələri görürsünüz? Ümumiyyətlə, Bəxtiyar Vahabzadənin ev muzeyi şəhərin 1-ci rayonundadır. Yəni, Yuxarıbaşın ən ucqar yerində. Amma Şəkimizə gələn bütün yaş təbəqəsindən olan insanların sevə-sevə ziyarət elədiyi bir məkandır. Ötən il yadda qalan oldu. Həm Şəkimiz üçün, həm muzey direktoru olaraq mənim üçün. Ona görə yadda qalan oldu ki, Bəxtiyar Vahabzadənin 100 illiyi idi. Dünyanın 53 ölkəsindən 12.600-dən çox qonağımız oldu. Ay maşallah. Yəni Şəki ötən il 3 möhtəşəm konfransa, bir simpoziyuma ev sahibliyi edib. Yəni onların hamısı, o gələn qonaqların hamısı həm Şəkimizi, həm də Bəxtiyar Vahabzadənin ev muzeyini sevə-sevə ziyarət ediblər və xoş təəssüratla da qayıdıblar, ayrılıblar bu gözəl məkandan. Bu muzey canlı görürlər, bu evi həm də canlı görürlər. muzeyimiz ilin bütün fəslində öz gözəlliyini də təqdim edir. Çox möhtəşəmdir, möhtəşəmdir. Mən hələ biz içəri daxil olanda belə baxıram deyirəm, belə bir mənzərədə niyə yazmayasan?
Niyə o cümlələri bir-birinin ardınca düzüb deməyəsən, amma gözəl mahnılar yazılıb, gözəl sözlərə, gözəl mahnılar bəstələnib, gözəl bizim müğənnilərimiz, xalq artistlərimiz, əməkdar artistlərimiz oxuyublar. Amma bizim o bəzi şeylər ki var, mən biraz show biznesdən biraz düzgün vurmuram da ana. Bu bizim müğənnilərimiz bura gəlirlərmi? Gəlirlər, müğənnilərimiz gəlir. Əlbəttə ki, burada çox silsilə tədbirlər keçirilir. Yox, biri var. Axşam konsertləri keçirilir. Həm regionumuzun musiqi kollecləri, Balakən, Zaqatala, Qax, Qəbələ, burada çox möhtəşəm konsertlər keçirilir. Elşən qardaş, mənim dediyim başqa şeydir. O tədbirlər keçirtməyibdən ağaracaqlar. Amma bizim bəzi müğənnilərimiz var ki, indi deyəcəklər gənə nənə başladı danışmağa. Bəzi müğənnilərimiz var ki, bu mahnını oxuyurlar, sözləri kimin olduğunu bilmirlər. Deyirəm, yəni onlar bura gələndə heç oxuduğu mahnının sözlərinin kimə məxsus olduğunu bilməkdən ötürü gəlirdilər. Yoxsa elə belə gəlirlər, tədbirdə oxuyub gedirlər. Əlbəttə ki, həm müğənnilər gəlir, həm bəstəkarlar gəlir. Çoxsunun burada çəkilişləri olur. Mən indi olan hər birini də adlarını demək də istəmirəm. Ona görə ki, biri yadımdan çıxar, biri yadımda Ümumiyyən gələnlər olur. Gələnlər, Ha, bütün təbii ki. təbəqədən olan insanlar gəlir əlbəttə ki. Şimdi mən bu anda təbii ki, lap yerinə düşərdi. Elə bizim sənətçilərimizin ruhu bir şad olardı. Bəxtiyar Vahabzadənin evinə gələsən, ziyarət edəsən, bu hikmətli, bu silinməz bir insanın silinməyən kəlamlarının sözlərini deməyəsən, eşitməyəsən. Düzdür? Bəli. Elə sizdən eşidək də. Hərdən düşünürəm özüm özümə. Hərdən düşünürəm özüm özümə. Neçə il yaşamaq istəyirəm mən? 100 il, 200 il, 300 il, 500 il, 1000 il, milyon il. Sonu olan ömrü istəmirəm mən. Çıxaydım zamanın çərçivəsindən deyən şair 1925-ci ildə bax gördüyünüz bu qədim məhəllədə, bu qədim evdə dünyaya göz açıb. 68-ci ildə bir şeir yazıb. O şeiri nə qədər təkrar desəm də, təkrarda da bir fayda var. Şəkidə məhlə var, nə qədər desən, dünyaya göz açdım yuxarı başda. Bir göz evimizdə nə desəm vardı, taxça aşağıda, buxarı başda. Çıxdı ahıllığım mənim o yurtdan, amma uşaqlığım yuxarı başda. İndi mən həsrətəm o doğma yurda, odu ürəkdədir, buxarı başda deyən şair qəlbini xalqına vermiş, evini də xalqın evladları üçün uşaq bağçasına vermişdir. 2015-ci ildə hörmətli prezidentimiz İlham Əliyevin sərəncamına qədər Yuxarı Baş məhəlləsinin bax gördüyünüz bu yurtda uşaq bağçası olmuşdu. Prezidentimiz 2 sərəncam vermişdi. Sərəncam biri ev muzeyinin tikilməsi, ev muzeyinin təmiri, bərpası, biri də muzeyin qonşuluğunda 5 nəfərin evini alıb, onları başqa evlə təmin eləyib, bax Şəkimizin ən gözəl memarlıq abidəsi olan Şəki evlərinin interyerində olan, siz bura gələndə gördüyünüz uşaq bağçasını da prezidentimiz Bəxtiyar Vahabzadə böyüklüyünü, Bəxtiyar Vahabzadə möhtəşəmliyini əks elətdirmək üçün, Bəxtiyar Vahabzadənin ruhunu şad eləmək üçün bax o möhtəşəm uşaq bağçasını həm Şəkimizə, həm də Şəkimizin ən qədim məhəllə olan Yuxarı Başa hədiyyə etmişdi. Əziz tamaşaçılar, MTV Azərbaycanın efirindəyik. Bu dəqiqə çox gözəl bir sənətçilərlə bir yerdəyəm, amma yanımda çox qəşəng bir oğlan oturubdu. Nədən qurban? Ay Vaqif müəllim, nə var, nə yox? Sağ ol ay nənə, əladır, hər şey gözəldir. Şəkidəyik. Şəkidə olanda həmişə biz yaxşı olur. İnşallah həqiqətən şey yaxşı olub. Amma Şəkiyə digərməyə mi gəlmişdin, yoxsa toya mı gəlmişdin? Bilirəm toylarda baxdın, yox. Yo, dincəlməyə gəlmişik, maraqlıdır. Görürsünüz bu MTV kanalının Emin qardaşımızın illərin tele aparıcısı, onun təqdimatında nə var, nə yox proqramıdır. Gözəl istedadlı insanlar toplaşıblar masanın ətrafına. Hər birini salamlayıram. Xoş gəlib, səfalar gətirdilər. Çox şad oldum. Ana vətəndə
torpaqda, doğulduğum Şəkidə maraqlı bir efir proqramı hazırlanıb. Çəkilişlər oldu. Öz axarında gedir. Ümidvaram ki, efirdə də bizi tamaşaçılar bu verilişi baxıb seyr edib bəyənəcəklər. Hər şey ürəklərincə olacaq. Nə gözəl, çox maraqlıdır bu gözəl gün. Yenə qurban gördüm ki, tək gəlməmisən. Və Tək gəlməmisən. Elə gələ qonağımızın da təqdim eləyim də. Bəli, Mirsali illərin opeyanında çox istedadlı bir musiqiçi, müğənnidir. Mahnı bəstələyir. Özü Arxan Abdullayevin tələbəsi olub. İncəsənət Gimnaziyasında. İllərin ifaçısıdır. Peşəkardır. Salyan torpağının yetişdirməsidir. Həsən ağa sənətkarımızın qonşusudur, dostudur və kirvəsidir. Yəni, belə bir Salyan kimi musiqili bir torpaqda doğulan insan təbii ki, yaxşı ifaçı olacaq. Salyanda da çox gözəl musiqilər yetişib, dahi musiqiçilər olur orada da. Bu da bu torpağın yetişdirməsi də qardaşımdır, dostumdur, gözəl ifaçıdır, peşəkardır. Və mən əlavə eləyim aynənə, üzrəm. Misali illərdir, yəni bir çox yarışmalar olur, verilişlər olur ki, yəni misali o verilişlərdə də öz sözünü deyən bir insan olub. Hətta Azərbaycanı bəli, mən onu söyleyeyim ki, yəni misali biraz efirdən qaçan adamdır. Tam səmindiyim, xoşlamır. Amma indi elə bir qərara gəlib ki, qardaş, efir lazımdır hər kəsə. Nə qədər sənətçi olsan da, peşəkar olsan da, səni sevənlər az deyil. Yəni misalinin kütləsi var və təbii ki, kimlərdən bəhrələnir və hansı həyatı, hansı yaşamı görür. Ona görə mütləq hala getsən də efir mütləq reklam olmalıdır. Nənə qurban nətər oxudursa 2 mahnısının ikisində də oynadım. Ay maş, kümünə düşdü də ona görə. Kümünə düşdü, qəşəng oynadı. Ay Salih, sən danışdana görə nə var nə yox? Salamlayıram, nə var nə yox verişi. Bizim əzimiz, Emin qardaşımız, uğurlu olsun. Çox gözəldir. Xüsusi olaraq Vaqif qardaşımla mən təşəkkürümü bildirirəm. Gəzdi, hər yeri çox zövq aldı. Düşünürəm ki, tamaşaçılar da baxıb zövq alacaqlar. Təbii ki, hər bir istəyi odur ki, bizim üçün yox, bizi izləyənlər üçün maraqlı olsun. Düzmü? Zaten biz xidmət edirik xalqımıza. Hər kəs oxuyur, özü üçün oxumur, xalq üçün oxuyur. Ona görə çalışan ki, bugün daha maraqlı olsun. Minnətdaram hər ikinizə ayrılıqdakı gəlişiniz üçün. Vaxtınızı bizə ayırdınız. Bizim sənətimizi tək qoymadınız. Kimi süzən yar, məndən tez-tez küsən yar, baxar gəlib əllərə, çələn kimi bəzən yar. Durna kimi süzən yar, məndən tez-tez küsən yar, baxar gəlib əllərə, çələn kimi bəzən yar. Sen ölüm harayım, dertlerine yarayım. Sen ölüm harayım, dertlerine yarayım. Başını koy sineme, kara zülfü darayım. Başını koy sineme, kara zülfü darayım.
sinəmə qara zülfü darayım. Sənsən ölüm harayım, dərdlərinə yarayım. Sənsən ölüm harayım, dərdlərinə yarayım. Başını qoy sinəmə, qara zülfü darayım. Başını qoy sinəmə, qara zülfü darayım. Başını qoy sinəmə, qara zülfü darayım. Ay başını qoy sinəmə, qara zülfün darayım. Baxın, rəngarəngdir. Baxın. Və təbii ki, burada hələsi bir məna verir də. Burada nə Hərəsinin bir qədər mənası var. Göyrək bayrağımızda da var. Yəni dövlət rəmzimizdir. Bəli. Göyrək türkçülüklə bağlıdır. Yəni bizim türk Olmağımızın olmağımızın işarəsidir. simvoludur. Simvol, bəli. Qırmızı rəng müstəqillik dedikdə, yəni demokratiyaya bir simvoldur. Sarı rəng günəşi təmsil edir ümumiyyətlə, yəni bütün xalça naxışlarında da. Hər bir rəngin bir mənası var. Bəli, hər Boş bir rəngin yerdə bir burada mənası var. bu rənglər olmur. deyirəm nənə qurban, bunların hər birində bir göz nuru var. Gör nə qədər, neçə əsr bundan qabaq hazırlanan bu şəbəkələrdə gör necə sənətkarlarımız vardı burada. Hər biri yüksək dəqiqliklə kəsilir. Yəni bu bir növ deyə bilərik həm riyazi bacarıqlar tələb edir. Bir növdə həmçinin qeyd edə bilərik ki, bir növ zərgərlik bir nümunəsidir. Çünki hər bir detal xırda olmaqla, yəni kəsilir və millimetr olaraq ölçülür. Belə xırda görmə baxmam, vaxt zaman gedir, saatlar gedir, Bəli, günlər təbii ki. gedir. Ay nənə qurban indi eləməyə nə var? O lazerdir, nə də ondan edirlər, kəsirlər. Müasir Hə, adam, bu vaxt müasir olmuyor. aparatlar. Bəli. Mənəvi, bəli. mənəvi də olaraq qeyd edə bilərəm ki, yəni yüksək səbr tələb edir. Təbii ki. Gedən gəzəyini, maraqlı yerləri hələ buradadır. İndən belə başlayır belə. Bura səhv eləmirəmsə kitabxana olubdu. Hə? Otaq deməli dəftərxana olub. Dəftərxana. Xanın katibləri, mirzələri işləyiblər burada. Bir növ bildiyimiz qədər, yəni gördüyümüz qədər burada xüsusi deyək nəbati naxışlara yer verilməyib. Yəni sadədir, daha ciddi otaqdır. Diqqət dağınıqlığı olmasın deyə, yəni burada sadə işlənir. Nənə qurban. Bəli. Mənim hər otaqda bir künc belə marağımı kəsb edir. Bax o künclər ora nədən ötürü olub? Həmin gördüyümüz küncdə olan, yəni divara quraşdırılmış buxaradır. Yəni qədim buxaradır. Bir növ havalandırma və isitmə sistemidir. Yəni yaz və yay fəsli üçün istifadə olunub deyə saray. Yazda otaqları isitmək üçün xüsusi belə metalik vasitələr olub, yəni manqal tipli. Onları yerləşdiriblər, hazır közlə yerləşdiriblər buxaranın aşağı hissəsinə və deyə bilərik ki, yuxarı hissəsinin isinməsi nəticəsində otaqda optimal temperatur yaranır. Həm dekor üçün bir gözəldir, növ həm də estetik istinət, görünüş estetik, üçün, bəli. yəni gözəllik verir, Verir. həmçinin qeyd edə bilərəm, yəni funksional olur. Bəli. Bu cüzcülərdə 18-ci əsrə aiddir, yəni qədim cüzcülərdir. Baxın, yəni həmin dövrdə O vaxtdan qalın. bəli, Bəli, 18-ci bəli, əsrə bəli. aiddir, bəli. Gör bu güzgülərdə kimlər özünə baxıb, indisə mən özünə baxır. Zirvə hər anın dəyər qazandığı məkan. Biləsuvar rayonunun seçilən məkanlarından biri Zirvə, ailənizlə rahatlıqla vaxt keçirə biləcəyiniz, zövqlü dadlar, yüksək xidmət və səmimi atmosferin bir araya gəldiyi xüsusi ünvandır. Onunla qeyd edim ki, Zirvə Ailə İstirahət Mərkəzi həm Şalı Sarayı kimi eyni zamanda gecələmək üçün lüks otel və ən əsası da uşaqlar üçün əyləncəli bir məkan. Komfortlu və sakit mühiti olan otel, zəngin menüsü ilə seçilən restoran. Burada toy mərasimləri, xına gecələri, ad günləri və özəl tədbirlər üçün geniş, işıqlı və zövqlə dizayn olunmuş zallar xidmətinizdədir.
hər detal düşünülüb, hər an dəyər qazanır. Çünki zirvə sizin sevincinizə önəm verir. Ailənizlə rahat istirahət, sevdiklərinizlə unudulmaz şənliklər və xatirələriniz üçün etibarlı ünvan. Zirvə, xoş anların zirvəsi. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən Qızıl Qusar və Qusar Naturals meyvə şirələri. Təbii ki, Vüqarın da yəni əziyyəti danılmazdı. Təbii ki, dəstəyi bizə diqqəti, hörməti bir daha sübut etdi. Vüqar, sənə minnətdaram. Necədir, hər şey yaxşıdır? Yəni Şəkiyə gəldi nəhayət. Küsməyə də artıq ehtiyac yoxdur. Təşəkkür edirəm mən də hər kəsə. Hər zaman Şəkimizə inşallah belə gözəl çəkilişlərə, gözəl günlərə dəvət alasınız. Gözüm üstünüzdə yeriniz var. Vüqar, təbii ki, Şəki öz qədimini qoruyub saxlayır. Bugün müasir dövrdə yaşasaq belə, gözəllik insanı var edir. Həm müasir görkəmi ilə, həm qədimliyi ilə. Amma buna baxmayaraq, bugün Şəkidə maşallah yetərincə peşəkar musiqicilər və müğənnilər var. Amma sənin illərdir, sən artıq burada saz tökmüsən, saz ağartmısan. Təbii ki, yəni boş yerə getməyib. Bəhrələrin olub da, yəni təbii ki, tələbələr olsun, efirlər olsun, dövlət tədbirlər olsun. Düzdür? Hardasa bir 13 ildir pedaqoji fəaliyyətlə də məşğul oluram Şəki şəhər 4 saylı musiqi məktəbində. Yəni bacardığımızdan, bildiyimizdən biz də tələbələr yetişdiririk. Təbii ki, mən də arzum odur ki, mədəniyyətimiz, incə sənətimiz həmişə inkişaf eləsin. Sizin efirə də bir daha uğurlar arzulayıram. Bax, bu gözəl verilişimizə davamlı olsun inşallah. Növbət dəfə demirəm, inşallah 1-2-3 aydan yenə də gözləyirik. Yenə də gözəl bir çəkilişlər olar. Mən bir daha qonaqlarımıza təşəkkür edirəm. Belə başda bizim əziz dostumuz, Şəkimizin yetirməsi, gözəl sənətkar Vaqif Şəxəliyev olmaqla bütün sənətçi dostlarımız bir daha Şəkimizə xoş gəliblər. Təşəkkür edirik gəldiyinizə görə. Emin bəy, sizə təşəkkür edirik ki, dəvətimizi qəbul elədiniz, gəldiniz. Gözəl bir həqiqətən çəkiliş, veriliş alındı, alınacaq inşallah. İnşallah. Təbii ki, biz də sevirik və hər bölgəyə gedirik və gözəl insanlara dəvət edirik. Bahar gələndə çiçəklər açar, hər tərəf hər yan ətir nuru saçar. Sevən ürəklər arzuya çatar, gəl görüşək biz bu ilk baharda. Sevən ürəklər arzuya çatar, gəl görüşək biz bu ilk baharda. Quşların səsi gör nələr deyir, sevginə
nəğməsilə bir-birin sevir. Bu rəvayəti sevənlər bilir. Gəl görüşək biz bu ilk baharda. Quşların səsi gör nələr deyir. Sevgi nəğməsilə bir-birin sevir. Bu rəvayəti sevənlər bilir. Gəl görüşək biz bu ilk baharda. Gəl görüşək biz bu ilk baharda. Sevgimi ilə söylədim sənə. Sən də sevgini gəl söylə mənə. Əziyyət verməz sevən sevənə. Gəl görüşək biz bu ilk baharda. Əziyyət verməz sevən sevənə. Gəl görüşək biz bu ilk baharda. Quşların səsi gör nələr deyir. Sevgi nəğməsilə bir-birin sevir. Bu rəvayəti sevənlər bilir. Gəl görüşək biz bu ilk baharda. Quşların səsi gör nələr deyir. Sevgi nəğməsilə bir-birin sevir. Bu rəvayəti sevənlər bilir. Gəl görüşək biz bu ilk baharda. 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 Nənənin nəyi var bugün yorulmuşam ha? Bax Şəkiyə deyir məni apar gəzdir, indi də yorulub. Üzündən bilinir. Mən yorulmaram Şəkinin yolları belə burma-burmadır da. Burma-burmadır. Amma Kərvansaray orada niyə dayanıb orada? Bizi görüb deyən dayandı. Kərvansaray harda deyir, onu mənə deyirlər. Kərvansaray satmışıq. Amma maraqlıdır, gözəl bir dayını gördük. Salam əleyki. Şəkillər qonaqpərvər olur, ilgi də olur. Niyə? Bir gözəl müəllimi dayını tanıyaq. Necəsiz? Çox sağ olun. Adınız nədir? Elxan. İlxan bəy. Biz Şəki qonaq gəlmişik, siz yox. Yaxşı. Neçədir yaşısınız? Neçə ildir yaşayırsınız Şəkidə? 65. Ay maşallah. Nə işlə məşğulsunuz? İndi pensiya. Ha, təqaüd. Bizim Səmər nənəni tanıyırsınızmı? Yox, tanımam. Televizora baxırsınız. Baxıram. MTV kanalında nə var nə yox proqramı. Bax, o nənəmiz veriş yapar məndən. Allah nənənin canını sağ eləsin. Sağ ol, sağ ol. Hə. Bax, gördün? Gəl ay nənə, gəl. Nə oldu? Oy. Gəl düşək. Hə. Bu da dillər əzbəri olan Şəki Karvansaray. Nənə çox deyirdi ki, Şəkiyə bir də mənsiz gedərsən ha. İnan səninlə küsərəm. Çox düşündüm ki, nənə ilə barışmaq çətindir. Küsmək hasan. Bakıya qayıdaram. Nənə məndən küsər gedər. Məndən imtina edər. Ha nənə? Mən səni qoymara Çox gedərəm. danışırsan. Səninlə bir yerdə gəlməmişəm. Səninlə bir yerdə də gedəcəm. Elə bilirsən özüm mü gedəcəm? Gəl. Təbii ki. Bəh, Kərvansaray buradır. Bəli, bəli, bəli. Qapıları da budur. Bəli. Uca dağlar qatar qatar, dörd dövrənə çəkib hasar. Nə gəzməli oylar var, nə gəzməli oylar var. Addım addım, qədəm qədəm, dağlarını çox gəzmişəm. Bax, bu da Karvansarayın içinə daxil olduq. Karvansaranı yaman belə xoşlayırsan.
Elə gələndən deyəsən mənə kilo yox. Qəşəng kalaqaylar var amma balacadır bunların hamısı. Hə? Hansını xoşusan? Hələ bir şəkildən hədiyyə alaq da. Şəkildən hədiyyə. Aynen qurban bunların hansı böyükdür? Ən Üstəkilərin hamısı böyükdür. Üstəkilərin hamısı böyükdür. Bəli. Deyir hətta hədiyyə də edə bilər. Gör bu şəkillərin var da bu. Mən elə yarmamışam mənə hədiyyə verərlərsə nə danışırsan? Mən də yarmamışam. Hə, gördün mü? O da yaramaz, sən də yaramaz. Nənə qurban bir şəkildə yey, şəkildə. Şəkildə yey. Aynen. Bura həm də otel kimi də fəaliyyət göstərir ha, bilirsənmi? Hə, Yerli və bəli, xarici turistlər tərəfindən bu həm muzey kimi, həm abidə kimi, həm də otel kimi də fəaliyyət göstərir. Yaxça. İllərdir, bəli. Bizim əməkdaşımız İntiqam bəy də gəlib burada istirahət edib dostlarımla. İllərdir sən demə yaşamıram ki Təkliyin acısı dünyalar qədər Həyatıma sən gəldin biraz gec ama Yaxşı ki gəldin möcüzə adam İllərdir sən demə yaşamıram ki Təkliyin acısı dünyalar qədər Gec ama yaxşı ki geldin möcüzə adam Sen geldin hayatım değişti birden Soyuq qış qəlbimdə çevrildi yaza Bir toxunuşunla solan çiçekler Açıldı yeniden möcüzə Danışmadan doydu ağrılarımı Sakitçe hissetti duygularımı Mənə həyat verdi şefkat dolusu Bir güneştek parladı möcüzə adam Gözlerimde bir zaman olan keder Seninle sevince çevrildi yine Geçmişin yükünü götürdün benden Beni ben ettin sen möcüzə adam Gözlerimde bir zaman olan keder Seninle sevince çevrildi yine Geçmişin yükünü götürdün benden Beni man ettin sen möcüzə adam Sen geldin hayatım değişti birden Soyuq qış qəlbimdə çevrildi yaza Bir toxunuşunla solan çiçekler Açıldı yeniden möcüzə adam Danışmadan doydu ağrılarımı Sakitçe hissetti duygularımı Mənə həyat verdi şefkat dolusu Bir güneştek parladı möcüzə adam Nənən qurban, oynamağını oynadın, oxumağını oxudun. De görüm bu səndə də bu belə şeylərdən varmı? İynə zad vurdururlar, eləyirlər plastikadan. Yox ay nənə, yoxdur təbii. Hamısı özünündür. Nə deyim valla, məndə də elə hamısı özümündür, amma mən sən kimi deyiləm axı. Nəylə qurban, idman zad eləyirsə. Onunla da məşğulam, belə genetikdir bizdə.
Ağız yalan danışma. Şəki tərəfinin hamısının qızlar ilə Nərman azı olurlar da. Bir alqışlar gəlsin bizim Şəkili xanımlarımıza. De görüm, sənin bəs toyların zadı var, yoxsa özünün biznesin var? Bu qırqızıllar satlar hardadır? Yoxdur, toy olur. Yeni başladığıma görə həm də Vüqar müəllimə təşəkkür edirəm. Məni çox dəstəkləyir. İnşallah Vüqar müəllimlə birlikdə bunlarda. Baxma, toy etsə də oxuyarsınız. İnşallah fikrimiz var bəli. Hə, Allah qoysa, düzmü deyir ay Vüqar müəllim? Ha, dansı, səndən oxumaq istəmir, yalandan caz kişinin boyuna niyə qorsan? Amma toya zada giyirsiniz bir yer. Gedirik. Ay maşallah, maşallah. Mən dedim ki, nənəni Şəkiyə aparamsa, Yaman gəzmişəm, yaman nənə gəzmişəm. desin ki, həm gəzməkdən yoruldum, həm yeməkdən. Yo, yeməyi bilirsən ki, nənən elə də yemək yiyən deyil. bilirsən. Amma gəzməyi xoşlayıram, Xoşlayırsan. nənən qurban. Biz indi Şəkinin mərkəzində qışlaq ərazisindəyik. Və bizi eşidib ki, biz Şəkidəyik. Mənimlə əlaqə yaratdı ki, o sən mənim nənəni də götür, komandanı bir yerə bizim evimizə qonaq ol. Dünün baş üstə. Doğrudan mı? Şəkillər qonaqpərvərdir axı. Ay nənə. Cavan adamdır. Cavandır, amma illərin gözəl ifadəsi də. İndi gedə yaxından tanış olarsan, görərsən. Xoş günlərdə görüşək. Şəkini gəzirik də, hələ nə elə düşüb. Maşallah Şəkinin o qədər gəzməli yerləri var ki. Zahir müəllim necəsiz? Nə var, nə yox? Çox sağ olun. Əvvəla xoş gəlmisiniz hamınız bizim evimizə. Çox xoşdur sizi burada qarşılamaq, görmək. Kanalınıza da minnətdarlığımı bildirirəm. Sizlərə də zəhmət çəkmisiniz. Nə deyim? Hər şey yaxşıdır. Hər şey yaxşıdır. İnşallah. Baxıram cümlə, gözəl, tam belə, necə deyim, gülərüz, səmimi, rahatsız. Neçə tələbələr, yetişmələr, davamçılar. Mən deməli 5-ci sinifdə oxuyanda çox böyük həvəsim oldu uşaqlıqdan qarmon alətinə. Onun elə görünüşü, səsi məni vali eləmişdi. Ona görə evdə çox təkidlə özümə bir qarmon aldırdım, diatonik qarmon. Orada yarım pərdələr olmur da. Onunla başladım bir-iki gün çalışdım. İkinci gündə 3 səsin əlaqəsini tapdım. 3 səsin. Do, re, mi deyək də. 3 səs. Bunun əlaqəsini tapdım. Orada sudan gələn sürməli qız mahnısını öyrəndim. Ondan başladım. Ondan başladım. Çünki 3 notda onu ifa eləmək orada, sudan gələn sürməli qız. Elə yavaş-yavaş sonra əlaqələrini, səslərin bir-birinə münasibəti, axı müəyyən ladlar var. İndi o vaxtlar bilmirdim də, təzə-təzə götürmüşdüm qarmonu. Sonra yavaş-yavaş səsləri münasibətini bilə-bilə, öyrənə-öyrənə yavaş-yavaş rəqslərdən, mahnılardan, xalq mahnılarından öyrənməyə başladım. Sonra hamısını deyəsə olsam, deməli, pedaqoji məktəbə mən girdim. Orada bizə musiqi dərsi də keçirdilər. Not öyrənirdim, nəzəriyyəni öyrənirdim. Müəllimdən özüm soruşurdum. Nə qədər çalışırdım, öyrənim. Elə belə notdan da biraz başım çıxdı, öyrəndim. Zahir müəllim, musiqi bir dəryadır. Düzdür? Bəli. Təbii ki, musiqi insanın deyir, ruhi bir qidasıdır. Amma belə deyək də, ilk olaraq həvəskar olaraq siz bu qarmona başladınız, amma zaman keçdi, siz oldunuz peşəkar. Həvəskar artıq zamanla olur peşəkar. Bax, maraqlı ki, musiqidən zövq alan bir insan təbii qocalmaz. Maşallah cavansınız. Amma övladlarınız varmı ki, sizin yolunuzu davam etsin? Oğlum biraz həvəs oldu. Əvvəl tar 6-7 yaşında tara həvəs oldu. Mən onu tara qoydum. Bir 3 ay getmişdi. Sonra dedi, yox, istəmirəm, qarmon istəyirəm. Sonra mən dedim ki, qoy bunu oxu. Gələn ildən dəyişərik. O da elə oldu ki, daha gələn ildən də dəyişmədi. Tarı qutardı. Amma qarmonu da özü öyrənirdi. Elə 4 yaşından da onda yaxşı şey var idi, amma davam eləmədi. Qardaşım oğlu Tanya qardaşı oğlunla sağ olsun bizi qarşıladı elə şəkildə ki, gedək bizim gözəl ustad sizi gözləyir. Elə daxil oldu bir yerdə görüşdük, gəldik bura. Siz Tanya, adınız?
Adım Elburus'dur. Mustafa Şəki Elburus. vətəndaşıdır, bəli. Zahir müəllimin qardaşının oğlu. Həm də tələbəsi. Həm də tələbəsi, bəli. Maşallah. Zahir müəllimdən dərs almışam. Musiqi kollecində. Elə indi də davam elətdirirəm. Musiqidən çox zövq alarsınız. Bəli. Hətta yollarında belə musiqi ifa edirsən ki, yorğunçuluq edir, düzdürmü? Övlad varmı? Var. Allah sağ olsun, neçə övlad? Bir oğlum var. O da qarmonla təhsil alır. Buradan bütün doğmalara, qohumlara, şəhərdə, rayonda yaşayan bütün dostlara bir salam göndərəsiniz bəlkə. Mən də salamlayıram. Siz də xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Belə yaxşı günlərdə, bəli. İnşallah. Kendime inan verdim bir nəğmənin bəstəsi. Gözlərim səni gördü, oldum illər xəstəs. Kendime inan verdim bir nəğmənin bəstəsi. Gözlərim səni gördü, oldum illər xəstəs. Qəmə könül bağladım, dərdimi çoxu bil, sensiz qalıb anladım, gözlərim yuxu bilməyər. Qəmə könül bağladım, dərdimi çoxu bil, sensiz qalıb anladım, gözlərim yuxu bilmir. Mən səni sevən gündən, mən səni sevən gündən, mən səni sevən gündən, mən səni sevən gündən. Ömrüme yeller estim, ben övşədə solmuşum. Dindirime daha bəsdi, yaman kövrək olmuşum. Ömrüme yeller estim, ben övşədə solmuşum. Dindirime daha bəsdi, yaman kövrək olmuşum. Qəmə könül bağladım, dərdimi çoxu bil, sensiz qalıb anladım, gözlərim yuxu bilməyər. Qəmə könül bağladım, dərdimi çoxu bil, sensiz qalıb anladım, gözlərim yuxu bilmir. Mən səni
səni sevən gündən, mən səni sevən gündən, mən səni sevən gündən, mən səni sevən gündən, mən səni sevən gündən. Qəmə könül bağladım, dərdimi çoxu bil, sənsiz qalıb ağladım, gözlərim yuxu bilmir. Mən səni sevən gündən, mən səni sevən gündən, mən səni sevən gündən, mən səni sevən gündən. Hə dostlar, biz artıq Şəkidə dünəndən gəldik. Bugün səhər durduq. Vagif Şahinlə Misali. Bakıdan gəldiniz, xoş gəldiniz. Sağ ol, əla, maraqlı, gözəl. Axşam girdik, güldük, gəzdik Şəkini. Hələ bugün davam edəcək. Şəki sənin doğmadır. Çox doğmadır. Misali təbii ki, tez gəlirsiniz. Şəkiyə hər dəfə gəlinir, sevinə gəldim. Biz hal-hazırda tam gözəl bir oteldəyik, restorandayıq. Gözəl gecələmək üçün oteldəyim, həqiqə lüks bir oteldir. Özüm də burada qalıram gələndə. Mən də burada heyətimizlə tanıyırıq. Rəhbəri, komandası sağ olsun ki, gözəl bir qulluq edirlər. Şəkiyə gələn qonaqlar üçün, turistlər üçün, yerli sakinlər üçün çox səliqəli, deyəlim ki, brend bir oteldir. O tamam, yəni doğrudan da burada insan tam rahat olur. Həm gecələndə otel üçün, həm restoranda burada ləzzətlər var. Şəkili mətbəxi burada zəngindir. Və hələ burada gəlirik, çox şey görürük. Həyətində gözəl bir həyəti var ki, yay üçün orada. Belə mi? Sağ olun. Buradakı çox qəşəngdir, çox gözəldir. Ən əsası buranın dizaynı mənim xoşuma gəlir. Bir tikinti çox möhtəşəm. Müasirlik və belə qədimlik üsulda sintez olaraq. Burada antik əşyalar çoxdur, adamlar ləzzət edir ki, bəlkə bir əsrin 150 ilin burada əşyaları var, güzgüləri var, sandıqları var, telefonlar var, maraqlı. Çox şeylər var burada, maraqlıdır doğrudan. Yəni, darıxmaq sıfır səviyyədədir. Havası gözəldir, yeri də mərkəzdədir, ona görə qulluq da gözəldir. Nihat bəy sağ olsun, dünəndən qonaqları bizi qəşək qarşılayır. İntiqam artıq bizi gözləmədi, nuş olur. Hər kəsin nuş olsun. Görüşürük. Gələn həftə görüşmək ümidi ilə. Allah'a emanet olun. Özünüzə iyi bakın.